Əziz valideynlər, yaxın oturun. Əziz analar deyərdim. Hansı ki, övladı ilə birlikdə sanki xidmət çəkirlər. Oğlum nə vaxt gələr, neyniyər və o cənab prezidentin sərəncamını çatdırım sizə. Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il aprel ayının 1-dən 30-na dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası prezidentinin sərəncamı var. Gözünüz aydın olsun. Övladlarınızı qarşılayın. Övladını xidmətə yola salan valideynlər, analar, başımızın tacı. Bilirəm, çox narahat olacaqsınız. İnanın ki, vaxt gəlib elə keçəcək ki, bir də görəcəksiniz ki, qapınız döyülür, axır övladınız evinizdədir. Və demək istəyirəm ki, bəzən sual verirlər, ayın 1-i gedib, ayın 1-i də gələcək. Cənab prezidentin sərəncamı ayın 1-dən 30-una kimi buraxılsın və qəbul edilsin. 1-i də gələ bilər, 30-u da gələ bilər.